sizlerle birlikte böyle bir futbol gazonumuz var. Bu gazonu böyle futbol sahasına çevireceğim dostlar. Ve burada ak rengimiz de var. Reklam değildir. Sen dostlar, ben de Fatih. Fatih de kameramızdır. Kapılar için böyle tahtalar seçmişim. Çok güzel. Şimdi bu səhv elədim. Bunu boyadım ve bunun birinci paketi bitti. İkinci paketini almışam. İndi sadece oranı boyayacağım. Buran deyəndə də yəni o xəttlərdə. Hərdə o xətləri çəkəcəyik. Dostlar, indi qapağını açıraq. İlk o xətləri çəkəcəyik. Ən birinci ortaya dairə çəkəcəm. Və bir də qalaları göstərən şəkli çəkəcəm. Görsəm ki, əgər hələ də bu qalıb, diğer xətləri də çəkməyə başlayacağım dostlar. Amma ən birinci siz nə edirsiniz? Kanala burada gördüğünüz kimi abunə olub, like atmağı, zəng açmağı yaddaşınızdan çıxarmayın. Dostlar, İndi başlayaq. Burada ən birinci xətti çəkib dəriləməyə dostlar. Biraz da araya oxşadı yəqin ki dostlar. Dostlar da biraz çək göstər. Baxın dostlar. Ən birinci İçinə girmək olur dostlar. İkinci ortadaki noktanı koyaq. Tamam. Nokta da okey. İndi qala şəkilləri. Topun başlama yeri də bura. Buradan top başlayır. İndi qala yeri. Qala yerinə boy da olar ki. Bax, məncə buradan bura kimi olar da. Bax, bura kimi. Oradan bura kimi olar. Dostlar, eləyir fani. Bakın buraya bir tane nokta koydu. Ne baktı? Bir de burada. Dostlar, indi birinci kvadratımız hazır oldu. Hər Tamam. ki bu kvadrat çəkmişik. İndi o birini də çəkəcəyik. Baxaq görək. Əgər bunun içində qalsa, bunun ən birinci o xətti. Sonra isə nə bilim ikinci kvadratı çəkəcəyik. Daha doğrusu yəni üstündə bir dənə də böyük kvadrat getməlidir də. Real futbol sahasında bu tərəfdə görürsünüz dostlar. Real futbol sahasında elə olur. İndi biz orada bir dənə kvadrat da çəkək, ikinci qalanın yerində çəkək. Sonra baxaq görək bunun içində qalsa, ikincidən biraz azalmağa başlayıb. Yəni yarıya gəlib düşünürəm. Əgər yenə içində qalsa bunun, biz ikinci kvadratı və bu ən birinci bunun xətti, sonra ikinci kvadratı eləyəcəyik dostlar. Onda gəlin siz onda eləyək. Bam bara bara bara. Bam bara bara bara. Dostlar, ikinci kvadratda çəkdik. Məncə bu, yəni bu o birindən daha balacadır. Olsun, problem deyil. Yəni realın çəkmirik. Fatih dediyi kimi biraz əvvəl demişdi. Ən birinci bunun xəttini çəkəcəyik. Sonra isə ikinci, əgər yer qalsa, ən birinci qalanın oradakı işarəsini çəkəcəyik. Sonra da ikinci qalaları, ən birinci penaltı yerini çəkəcəyik. Sonra da ikinci şeyləri eləyəcəyik dostlar. Onda tez xətti çəkməyə başlayaq. Gidin. Xətti də bitirdik. Bakın buradan böyle.
penaltını biraz yaxından eləyəcək. Çünki məcbur yaxından eləyəcək də. Onsuz da bu nöqtələrdən penaltı vurmayacaq. Sahanın düz ortasından vuracaq biz. Çünki yəni çox yaxın olur. O nöqtələri eləsək çox yaxın olur. Biz də düz sahanın ortasından vuracaq penaltıları. Çünki o nöqtələrdən vursaq da necə deyim? Eğer siz penaltı vurmuşsan ayağı düz yandan vursan oradan yani dünyanın en pis futbolcusu da olsa onu gol atar bence. Böyle düşünürüm. Belə vuracaq da piu 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 piu. Yani böyle vursa gol girer. Böyle diyeyim. Şimdi penaltı noktalarını eləyirik. Biri burada. Tamam. Biri burada. Şimdi o bir tarafa geçer dostlar. Ve bir de düz burada. Tamam. O birine biraz fazla oldu. Olsun, problem değil. Dostlar, indi ikinci kvadratları eləyəcəyik ki, inşallah yarı yolda koymaz bizi bu sprey. Ondan sonra qapıları düzəldib dostlar, taxtalarla qapıları düzəldəcəyik və qapıları yerinə qoyacaq. Gələn videoda yəqin ki, halı saha maçı eləyərik. Fatihlə 1v1 ataraq eləyərik də dostlar. Kameranı ora qoyarıq və çəkərik də Fatihlə oynayacağıq. Ben birinci burada kvadratı çekeceğim. Sonra da orada çekeceğim. Gelin başlayalım. Birinci kvadratımız bitti. Ya üçüncü kvadratımız daha. Bakın dostlar, hələ şey belə görünür. Hələ ikinci nə eləyəcək, eləməyəcək sprey bilinmir də o. Sprey çox az qalır dostlar. Çox az qalır. İnşallah bunu da çəkdirərək. Və sonra dostlar, buradan da balaca bir dənə kvadrat çəkəcək. Qala yeri bilinsin deyə. Eğer çatsa da. Sprey çatsa, yenə belirtmək istəyirəm mötərizə içərisində. Sprey çatsa eləyəcəyik. Çatması da problem değil. Əsas şeyləri eləmişik. Əsas bir dənə orada əsas kvadratlar. Bir daha dairədir, bir dənə də kvadratlardır Bir dənə əsas. kvadrat eləyə bütün əsaslar düşəcək. Bütün lazımlar düşəcək. Bir də qaladır. Hə. Qalanı da onlusu taxılar falan hamısını seçmişik. Yəni Neyse dostlar, gel indi böyük kvadratların ikincisine keçək dostlar. Buradan başlayalım. dostlar, nə yaxşı ki çatdı. Ne yaxşı ki. Yəni bu Fatih'in dediği kimi. sprey. Geçen dəfə çatmamışdı. Bakın orada da bir üzümdə elədim. Sprey bitti. Çok əsəbləşdim. ekonomiya ilə eləməmişik yəni. Ekonomiya ilə yəqin ki, yenə eləməmişik. Neyse dostlar, indi əsas olaraq hər şeyi elədik. Yəni çatışmayan bir xəttimiz və ya ki dairəmiz, nöqtəmiz falan heç nəyimiz yoxdur. Hər şeyi olduğu kimi eləmişik. İndi qalır bir dənə qalaları eləmək. Yəni başdan belə görsədim. Taxtaları Qəşəng. dostlar. Bir də belə başdan görsədim. Baxın dostlar. Of. Burada da oyunçumuz Pamir Məmmədiyev. Gələn videoda da dostlar bu futbol sahəsində Fatihlə inşallah 1v1 atacaq. Qəşəng bir topla topu ortaya qoyacaq. Ben başlayacağım, gələcəm Fatih. Niyə sən başlayasın? Tamam. Yaxşı sen başlayasın. Ortadan kim qaçırıq da elə. Ortada top olacaq, bizə qaçıracaq. Onda tez qalaların yerin eləyək. Sonra qalaların taxtalarını birləşdirməyə keçək. Onun da çox əziyyətli bir işdir. Belə vurmaq falan var. Dostlar, tez qalaları eləyək. Bu səfər birinci oradan başlayacağım, sonra bura. Çünki çox haksızlıq elədim ora. Dostlar, baxın. Dairə. Başlayacağım.
Dostlar bunu elədik. Dostlar bunları da elədik Fatih dediyi kimi. Dostlar axır ki bu sahəni eləyib bitirdik. Fatihlə birlikdə Fatih indi soyuq oldu evə getdi. Bu sahədə gələn videoda Fatihlə 1v1 atacaq. Dostlar indi dostlar videomuzun sonuna gəldik. Daha çox belə nəsə düzəltdiyim bir şey düzəltdiyim, nəsə düzəltdiyim videoların gəlməsi istəyirsinizsə kanala burada da gördüyünüz kimi abunə olub, like atmayı, zəngi açmayı yadınızdan çıxarmayın. Və dostlar ən son sahanın yuxarıdan görünüşün deməyək da videosunu belə çəkdim qırağından falan. O görünüşün sizə göstərib videonu bağlayırıq. Gəlin indi o görünüşü çəkəcək.